dilini bilmək, danışmaq və bazen nə deməkdir? Mənə hər gün fərqli-fərqli insanlar yazır və ən çox eşitdiyim cümlələr. Bəs mənim bazam sıfır deyil, müəyyən qədər söz, bazam var, başa düşürəm, amma danışa bilmirəm. Gəlin mən indi sizin bütün suallarınızı aydın şəkildə cavablandırım. Tələbələr bir neçə kateqoriyaya bölünür. Birinci kateqoriya. Tələbə ümumiyyətlə heç nə bilmir, bazası sıfırdır, nə əlifbanı bilir, nə də oxumağı bilir. Həmin tələbə tam sıfırdan başlamalıdır. İlk öncə əlifbanı, hərfləri öyrənməlidir, oxumağı bacarmalıdır. Daha sonra isə artıq cümlə qurmağa keçməlidir. İkinci kateqoriya və ən çox rast gəldiyim tələbələr. Tələbə başa düşür, amma danışa bilmir. Sizə əksər sözlər rus dilində tanış gələ bilər. Qarşınızdakı insan danışanda düşünə bilərsiniz ki, siz onun dediyi hər şeyi başa düşürsünüz. Amma bu tam belə deyil. Əksər insanlar kinoya baxdığı zaman bir çox cümlələri məntiqlə öz beyinlərində qurub tərcümə edib o şəkildə başa düşürlər. Siz düşünürsünüz ki, siz kinoya baxanda onu 100% başa düşürsünüz, amma əslində sadəcə onun 30-40%-ni tam anlamış olursunuz. Nəticə odur ki, siz əgər danışa bilmirsinizsə, siz qarşınızdakı insanı da tam şəkildə başa düşə bilmərsiniz. Amma yox, əgər siz tam rahat şəkildə fikirlərinizi ifadə edə bilirsə, deməli siz qarşınızdakı insanı da heç bir məntiq qurmadan tam aydın şəkildə başa düşürsünüz. Üçüncü kateqoriya. Tələbə qrammatikanı çox yaxşı bilir, çox rahat cümlələri tərcümə edə bilir, amma danışığa gələndə çox fikirləşir, çəkinir fikirlərini ifadə etməkdən. Çünki nəzəriyyəsi çox olub. Əgər nəzəriyyə çoxdursa, amma praktika yoxdursa, siz yenə danışa bilməyəcəksiniz. Onlar ikisi də bir-birini tamamlamalıdırlar. 50% nəzəriyyə, 50% praktika. O zaman nəticə tam 100% olacaq. Və ən sonuncu kateqoriya, tələbə tam danışa bilir, rahat şəkildə fikirlərini ifadə edə bilir. Ona sadəcə danışıq dərsləri lazımdır ki, daimi kimləsə ünsiyyətdə olsun. Rus dili sistem dilidir. Rus dilini sistemli, strukturlu şəkildə öyrəndiyiniz zaman inanın ki, həm tam rahat şəkildə ifadə edə biləcəksiniz fikirlərinizi, həm də tam tamına qarşınızdakı insanı başa düşəcəksiniz.